Əziz oxucular, bugün sizlərə Azərbaycanın milli qəhrəmanı İxtiyar Qasımov haqqında məlumat vermək istərdim. İxtiyar Qasımoğlu Qasımov 1970-ci il mart ayının 22-sində Ağdam rayonunun Salahlı kəndində anadan olmuşdur. Orta təhsilini 8-ci sinifədək kəndlərində almış, daha sonra təhsilini Bakıda Kimya-Biologiya təmayüllü məktəbdə davam etdirmişdir. Sonra Kənd Təsərrüfatı Akademiyasının Aqronomluq fakültəsinə daxil olmuşdur. 1992-ci ildə hərbi qulluq üçün komissarlığa müraciət etmiş, 836 saylı hərbi hissənin 3-cü batalyonunda kəşfiyyatçı kimi döyüşə başlamışdır. Seçdiyi düzgün plan nəticəsində Qazancı kəndində ermənilərin 3 PDM-i, bir zirehli maşını, onlarla canlı qüvvəsi məhv edilmişdir. O, Ağdamın müxtəlif istiqamətlərində döyüşlərdə iştirak etmişdir. Gülablı kəndinə olunan silahlı basqının qarşısının alınmasında xüsusi qəhrəmanlıq göstərmişdir. 1992-ci il iyul ayının 14-də Canyataq kəndi uğrunda gedən döyüşlərdə ermənilər hücuma keçmiş, döyüş zamanı əskərlərimizdən bir neçəsi yaralanmışdır. İxtiyar onların ələ keçməsindən ehtiyat edərək özünü qabağa atmış, düşmənlə üzbəüz dayanaraq düşmənin əks hücumunun qarşısını tək başına almağa müvəffəq olmuşdur. Yaralılar xilas olunmuş, İxtiyar özü isə qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə Qasımov İxtiyar Qasımoğluna ölümündən sonra Azərbaycanın milli qəhrəmanı fəxri adı verilmişdir. Salahlı kənd qəbristanlığında dəfn edilmişdir. Vaxtilə təhsil aldığı Salahlı kənd orta məktəbi qəhrəmanın adını daşıyır.